Verilişin sponsoru Grant sularıdır. Grant suları, xlorlu su. Axşamınız xeyir Elmədin, top səndədir. Top məndədir. Mən qapı getməyə qoymursunuz. Qapıçı dururam burada. Oktay Kazımov, tərcüməçi, filoloq, siyasətçi, mənim üçün Gürcü dilinin bu dəqiqə atası. Bir dəfə söhbət keçibdi, amma adı keçibdi Oktayın verilişlərin birində ki, Gürcüstanda ən yaxşı Gürcü dilini məhz Oktay Kazımov bilir. Təşəkkür edirəm. 2 nəfər bilirdi. O ikinci adam vəfat elədi. Allah rəhmət O bir eləsin. tərəfli oldu. Ravil Məmmədov. Ravil də ki bizim üçün belə əndirəbadi fikirlərinlə fərqlənən. Bugün biz müzakirə etmək istədiyimiz məsələ son dövrdə mən deyərdim biraz da normallaşdırılmağa çalışılan məsələdir. Niyə normallaşdırılan? Çünki mənim üçün reaksiyasız qalan hər məsələ normallaşdırılan məsələdir. Reaksiya doğurmayan məsələ artıq bir buna öyrəşirik deyək. Öyrəşə də artıq getmək istəmədiyimiz yerə bizi aparır. Son hadisələrdə məsələ Mariniulidə bir gəncin şirniyyatı evində fiziki təsirə məruz qalması və ona fiziki təsir göstərən şəxsin də vəzifədə olan bir şəxsin övladı olması. Təbii ki, mən burada valideyninə günah yükləmək və s. məqsədinə demirəm. Sadəcə burada sosial məsuliyyət, ictimai məsuliyyət daşımalıdır həmin insan. Çünki onun ailə üzvü bu statusdadırsa. Daha sonrasında isə bu mənim üçün çox acınacaqlıdır. Çünki fikirləşirəm şəhərə gəlib, yəni burada təhsil almaq, biraz ictimai, sosial həyata qarışmaq, bizim elmi dildə dediyimiz inteqrasiya olmağa çalışan gəncə qarşı və orada o pul qazanmağa çalışarkən, yəni 1000 problemin üstünə bir problem əlavə edib öz dərdinə biraz da belə köməklik məqsədinə pul qazanmağa çalışarkən fiziki təsirə, fiziki zorakılığa məruz qalması. Və bunun səbəbi də sadəcə onun etnik kimliyi. Hə, yəni ən çox da orada mənim diqqətimi çəkən öz ölkənə get, yəni ölkəndə olub öz ölkənə səni göndərməkləri də bir başqa bir paradoks mənim üçün. Yəni hansı ölkəmə gedim? Bu son hadisələr məncə yəni ard-arda gəldi. Aytacın məsələsi var idi. Kür çayında boğuldu Aytac və onu axtarışlara başlamadılar uzun müddət və sonra onun Kür çayında tapdılar. Kürün özü senəndən sonra. Belə oldu ki, başqa bir qəza törədi. Başqa bir qəza var idi. Başqalarını axtararkən halbuki Aytacın qohumları, atası hər gün demək olar ki, gəlib burada özü axtarırdılar. Kür boyunca axtarırdılar. Və elədi və yalnız onlar gələndən sonra elə bil ki, bir xala xətrin qalmasının məsələsi ilə belə deyək elde eləndə bir qayıq buraxırdılar. O da imitasiya edirdi, yamsılayırdı ki, güya axtarış aparır. Ta ki, çox pis faciə oldu. 4 nəfər həlak oldu deyəsən. Ondan sonra axtarışa başlayanda ki, Kürün səviyyəsini endirdilər. Aytacı onu da tapdılar. Burada ayrı seçkilik varmı? Yoxsa biz mi belə görürük? Böyük sual işarələri doğurur bu. Böyük sual işarələri çıxır ortaya. Yəni vətəndaş ümumiyyətlə dəyərsizdir. Vətəndaşın həyatı, onun belə deyək, hətta cəsədi belə bu dövlət üçün, hökumət üçün daha doğrusu heç bir əhəmiyyət kəsb etmir. Və mən burada ayrı seçkiliyi gördüm, bəli. Mən hiss elədiniz. Yoxdursa o zaman izah etsinlər ki, niyə məsələn Aytac artıq orada həlak olanda, həyatını itirəndə həmin eyni tədbirlər ki, tələb olunurdu, onda niyə yerinə yetirmədilər? Amma digərlərində gərəkən lazımı tədbirlər göründü. Hətta bir başqasını da tapdılar ki, onu da axtarmırdılar, amma onun öldüyünü bilmirdilər o şəxsin.
belə deyək ki, o onlar üçün biraz dırnaqarası sürpriz oldu ki, bir başqa cəsəddə tapıldı, amma o adamın əhvalatı çıxmamışdı, yəni belə demək olar, yayılmamış idi da. Bəlkə də Kür çayı tam başqa bir yerdən gətirdi. Məsələn, başqa bir yerdə insan atmışlar suya, ya intihar etmişdi, bilmirəm, amma Aytacın məsələsində konkret burada kadrlar var idi. Video kadrlar var idi və ailə tələb edirdi ki, bu cür tədbirlərə əl atsınlar. Bəli. Bəs biz Gürcüstan Azərbaycanlıları olaraq nə qədər bu testdən üzü ağ çıxdıq? Nə qədər doğru bir reaksiya verə bildik? Burada mən bir məsələni qeyd edeyim. Mənim üçün çox önəmlidir. Çünki mən hər hadisə olanda baxıram kim reaksiya verir ya da kim vermir. Ən çox mənim reaksiya gördüyüm dini icmadır, cümələrdə mən gördüyüm. Onu da hamıya şamil edə bilmərik, yalnız konkret. Yox, təbii ki, hamıya şamil etmirəm. Ən çox gördüyüm çox dindarlar susurlar. Hə, çoxu susur, amma susmayanlar sağ olsunlar, onlar da açıq ürəklə danışırlar, ifadə edirlər ki, əslində o sual belə olmalıdır ki, biz nə cür etiraz etməliyik, nə qədər etiraz edə bilirik, ya da etiraz etməyimizdə nə mane olur? Bəli. Yaxud da nəyə etiraz edəcək? Bəli, bəlkə Ravil də məsələn elə qoşulsun burada, öz fikrini desin, sonra mən də ya razılaşaram, ya da... Mən ümumiyyətlə Gürcüstanda bu dəqiqə bu olan proseslərin bugün başlamasını düşünmürəm. Ümumiyyətlə bu proseslər həmişə var idi. Sadəcə Gürcüstanda bir dənə vətəndaş kimliyi propagandası olsun, vətəndaş kimliyi ideyası yoxdur. Nə də ki olmayıb, bəlkə yavaş-yavaş formalaşır, onu deyə bilmərəm. Bəzi insanlarda, bəzi icmalarda, bəzi qruplarda vətəndaşlığın nə olduğunu dərk edən insanlar var və bütün vətəndaşları belə eyni kəfəyə qoyan insanlar var. Amma bu çox azdır. Ümumiyyətlə Gürcüstanda hal-hazırda olan propaganda dövlət səviyyəsində deyil, aşağı təbəqə səviyyəsindədir. İnsanlar öz propagandasını özü yayır. Və sosial şəbəkədə bu propagandanın yayılmağına şərait yaradır. Yəni Gürcüstan hələ də gürcülərindir. Etnik olaraq gürcü deyilsənsə, sən qonaqsan. Bu. Məsələ nə yerdədir? Misal üçün, belə deyim, Oqtay yaxşı vurğuladı. Azərbaycanlılarla yaxud ermənilərlə kompakt yaşamayan, kompakt olmasa belə əlaqəsi olmayan insanlar fərqli bir dil eşidəndə onun üçün yad gəlir. Yad kompleksi var. Bir də bu bölgədə yaşayanlar niyə aqressivdir? Ona baxanda, misal üçün, Marneolidə yaşayanlar o propagandanın təsiri altındadır ki, bura mənim ölkəmdir, sən qonaqsan, amma sən burada məndən çoxsan. Bu da əlavə aqressiya yaradır. Yəni, belə deyim, mən öz evimdəyəm, amma qonaq kimi hiss eləyirəm. Avtomatik aqressiya. Biri var, misal üçün, Tiflisdə, Kutaisdə yaşayır və özünü evdəki kimi hiss eləyir. Bir də var, Gürcüstanda yaşayır, gürcüdür, ölkəyi öz evi kimi qəbul eləyir, amma Marneolidə yaşayır deyə biraz özünü qonaq kimi hiss eləyir. Fikirləşirəm ki, mən gürcü dili öyrənirəm, mən məsələ ölkəmin mədəniyyətini öyrənirəm. Bəs bunlar məni nə vaxt qəbul edəcəklər? Yəni nə eləməliyəm? Yəni bir insan göstərsinlər, məsələ desinlər ki, filan kəs bunu elədi və biz onu qəbul edirik. İndi mən Xudu Borçalıdır, odur, budur danışmasınlar. Xudu Borçalını deyəndə də gedir bizimkilər deyirlər ki, o da bizə satqın çıxdı. Nə bilim, hərə bir etiket yapışdırır. Amma ümumiyyətlə qəbullanmaq hissi də problem. Yox, yəni burada 800 min, 1 milyon insan varsa, bunların hamısı gedib müharibədə döyüşə bilməz. Çünki aralarında qadınlar da var, uşaqlar da var, gənclər də var, tələbələr də var. Mən nə etməliyəm ki, sən məni qəbul eləyəsən? Yəni geyimimi mi dəyişim, ya ləhcəmi mi dəyişim? Təbii mən gürcə danışanda biraz Azərbaycan dili aksentim var. Dərhal soruşurlar ki, aha, sən gürcü deyirsən, sən gürcü harda öyrənmişsən? Deyirəm, mən Azərbaycanlıyım. Hə, Marneolidən? Yox, deyirəm, mən Bolnisdən. Adamın xəbəri yox ki, Bolnisdə Azərbaycanlı var. Deyirəm, sabahın xeyir. Yəni, bəli, tanımırlar. Sən öz ölkəni, yəni Tiflisdən 100 kilometr aralı belə deyil. Sən tanımırsan. Yəni mən indi sənə gərək izah eləyəm ki, Bolnis Kazretdən biraz bu tərəfə yerləşir, Dumanistan bu tərəfdə yerləşir, Marneolidən o tərəfdə yerləşir. Yəni məşhur yerləri deyəm, Sulxan Sabah Orbeliyan kəndinin yanında yerləşir. Yəni mənim kəndim. Bunu bəlkə bilərsən. Yəni Elmədin. Biz öpməliyik onları. Yox, həqiqətən mən məsələ
Valla mən hazıram. Qəbul olmaq Hətta bir dəfə istəyirsən. əlli, mən zarafat yana olsa da bir dəfə bizim soyad dəyişməklə bağlı məsələ var idi. Ondan qabaq mən Facebookda bir şey yazdım. Dedim ki, əziz insanlar, əziz dostlar, mən Gürcə yazdım özüdəki, mən artıq hazıram inteqrasiya eləyəm. Mən soyadımı, sonunu dəyişdirib Gürcü soyad götürəcəm. Soyad sonunu. Hə. Bəzi Gürcü dostlarım ona da imkan vermirlər. Hə, Gürcü dostlarım da yazdılar belə elə. Ona da imkan vermədilər ki, mən onu eləyim, yəni mənə bir yol göstərin ki, mən onu eləyim. Baxın, burada məsələ odur ki, ümumiyyətlə qəbul etdirmək məsələsi söhbət var ki, bizə belə təlqin olunub ki, biz inteqrasiya olunmalıyıq Gürcü cəmiyyətində, deyilmi? Amma Vətəndaş cəmiyyəti. Belə olurdu ki, Gürcü cəmiyyətində. Təbii ki, indi sonralardan biz bunu artıq dedik ki, inteqrasiya olmuşuq vətəndaş cəmiyyətdə. Vətəndaş cəmiyyətdə az çox varıq elə bil ki, bəli, ümumiyyətlə. Amma illər əvvəl hətta Könyezo adında bir veriliş var idi, həyətimiz belə tərcümə edə bilərik. Orada belə bir fikir səsləndirmişdim. Sonra dostlar da təkrar etdilər, sağ olsunlar. Amma ola bilsin ki, bu fikir mənə aid deyildi. Mən də hardansa eşitmişdim ki, tək tərəfli inteqrasiya yoxdur. Tək tərəfli inteqrasiya assimilyasiyadır. İnteqrasiya o deməkdir ki, hər ki, belə demək olar, icma, cəmiyyət də bu şeydə, cəmiyyət bir ortaq nöqtə tapır və bu ortaq nöqtədə birləşir. Bizim üçün ortaq nöqtə nə ola bilərdi, elə deyilmi? Və bunu filosof Georgi Maysura da çox gözəl dedi və orada şey olubdu. Yəni burada təfəkkür budur. Gürcüstan adlanır bura. Çoxluğu Gürcülər demək təşkil edir. Gürcü dillilər, Gürcülər etnos olaraq, elə deyilmi? Siyasi dominant belə demək olar, siyasi qüvvə də burdur. Onun üçün başqaları bura demək inteqrasiya olunmalıdır. Onlar niyə uyğunlaşmalıdır? Amma indi məsələ nəyə baxır? Yəni artıq mən bir Gürcü kimi, Gürcü ailəsində dünyaya gələndə bütün bu atributlar məndədir. Necə? Məsələn, mən avtomatik vətənpərvər sayılıram. Mən avtomatik bu ölkənin sahibi sayılıram. Amma Azərbaycanlı kimi Gürcüstanda, erməni kimi Gürcüstanda gələndə sən bu atributlardan məhrumsan. Sən təsdiq etməlisən. Bizi ifadə edən bir şey yoxdur. Halbuki belə şey təbiətdə yoxdur və Georgi Masyuracın dediyi buydu. Bizim hamımız dövlət təfəkküründə və şüuruna inteqrasiya olunmalıyıq. Bizdə dövlətçilik təfəkkürü yoxdur. Aha. Bax bunu ki mən biləndən sonra hər şey yerində oldu. Onun üçün də yerbəyer oldu. Onun üçün də mən deyirəm, sən əgər mənə xor baxırsan ki, mən sənin məsələn bilirsiniz nə, milliyyətçiyəmsə mən öz dövlətimlə, öz millətimlə bağlı olan hər şeyi sevməliyəm. Elə deyilmi? Sənin əlində Gürcüstan pasportu varsa, yəni Gürcüstan vətəndaşısansa, mən səni sevməliyəm. Əks təqdirdə mən milliyyətçi deyil, şovinist olurum. Bu da öz-özlüyündə böyük təhlükələr daşıyır. Bunu bilmirlər hələ ki. Məsələn, ümumiyyətlə cəmiyyət soğan kimi belə deyə lay düzəlib də, biri qopanda o növbə o birisinə gəlir. Bu cür təfəkkür burada yaşayan etnik və məsələn belə də dini mənsubiyyəti başqa olan insanlarla işi bitirdikdən sonra onları belə demək olar aradan apardıqdan sonra öz içində axtarır sonra bu təfəkkür ki, ondan sonra durur deyir ki, məsələn müsəlman Gürcüyə deyir ki, sən necə Gürcüsən ki, müsəlmansan, ki variantın var. Ya tərk et, ya da xristianlığı qəbul et. Elə deyilmi? Ondan sonra qəbul edir, sonra deyir, sən dünən yeni müsəlman deyildinmi? Məsələn, tutalım polis rəisi şeydə durdu, Acarallara siz tatarisiniz dedi. Və təsəvvür edirsiniz, onlar da daş kəsə yatdılar, əllərinə nə keçdi ki, yəni sən mənim gürcülüyümə şübhə ilə yanaşırsan. Bunu həll edəndən sonra gəlir katolik Gürcünün üstünə düşür. Məsələn, sonra protestant Gürcünün üstünə düşür ki, sən niyə belə adventistin və ondan sonra dövlətçilikdən əsər əlamət qalmır. Bax, budur məsələ. Əgər məndə dövlətçilik təfəkkürü varsa, mən bilirəm ki, bu dövləti idarə edən millətlər deyil, bir millət ola bilməz, konkret deyil, təsisatlar var. Onun üçün də başqa məsələn, mənim vətəndaşım olan, yəni etnik və dini mənsubiyyəti başqa olan insana nə prezident olmasında bir təhlükə var, nə baş nazir olmasında bir nəhlükə. Çünki sistem və təfəkkür idarə edən, elə deyilmi? Baxın, bütün hər yerdə məsələn, bu yaxınlarda New Yorkun meri, məsələn, müsəlman 34 yaşında Amerikalı adam oldu. Amma burada artıq o söhbətlər hətta başlamışdı da, biraz zarafat yanına da aparırlar bu məsələlər, amma
ayıb sayılır ki, durub deyəsən ki, sən məsələn müsəlmansan, sən necə gəlib deməli bizim şəhərin icra başçısı ola bilərsən? Bunu deməyin özü belə orada Amma müəllim, ayıbdır. Amerikalılar onunla bağlı bir şey dedilər ki, o heç vaxt prezident ola bilməyəcək, çünki Amerikada doğulmayıb. O başqa məsələ müəllim. Bu texniki söhbətdir. Məsələn, onlar durub desəydi ki, o heç bir zaman Amerika prezidenti ola bilməz, ona görə ki, o müsəlmandır. Onlarda da var. Bu problemdir. Yox. Doğulma məsələsi, dünyaya gəlmə məsələsi ayrıdır. Məsələn, müəyyən bu milliyyətçi, belə deyək ki, vətəndaşlıqda bu şey ki var. Vətəndaşlığa əsaslanmış milliyyətçilik söhbəti var. Məsələn, mən bu ölkənin vətəndaşıyam, bəli, mən gürcü sayılıram əslində. Amma indi biz oturub və 90-cı illər o məsələ nə idi? O zamanki gürcülük deyəndə etnik məsələ nəzərdə tutulurdu. Etnik. Amma millət siyasi fenomendir və etnosların üzərində durur. Və əgər hamımız gürcü olmasaq, bu Gürcüstan üçün problemdir. Bəli, yəni Konkret problem. ağıllı fikirləşsə, Amma gürcü olmaq nə deməkdir burada? Siyasi olaraq mən gürcüyəm. O nə deməkdir? Mən Gürcüstanın mədəniyyətini bilirəm. Bu parçasıyam. Bugünkü siyasətinin yaranmasında mən iştirak edirəm. Mənim də razılığım var, amma təkcə bir mənim yox. İndi baxın, təfəkkürə baxın, hətta müxalifət partiyalarında belə. Bir də Azərbaycanlı varsa ikinciyi qəbul etmir. Varımızdır. Ya üçüncüyü qəbul etmir. Ya siyaha ya salmır o şeydə. Hamısından bir dənə nümayəndə yetərli. Kvota qoyublar. Amma halbuki ola bilsin, məsələn, Rabil, ola bilsin, Elməddin məndən də fərasətlidir bu məsələdə. İkimiz də ola bilərik. Ona görə yox ki, biz Azərbaycan icmasını təmsil edirik. Ona görə ki, peşəkarıq. Məsələn, bu işlərdə adam deyək beynəlxalq əlaqələrdə nam salmış, adsan salmış bir şəxsiyyətdir. Mən də tutalım belə deyək, iqtisadi cəhətdən nəsə də bir zəkayam belə deyək. Burada bax bu problemdir bunun özündə. bu problemdir çünki Kvota məsələsinin Gürcüstanın mənfəətini fikirləşən insan əgər kadr güclüdürsə də orada belə bir ali seçkiliyi eləməməlidir. Təbii Kvota. ki. O dediyin məsələ kvota Təbii ki, məsələsi. müəyyən bir kvota şeydir Amma ki, bu məsələ o dövlətçilik. ki o yaxşıdır da pisdir də. Yaxşıdır. Mən Məsələ məsələ var bu dəqiqə onu tam qavramağa çalışıram. Dövlətçilik məsələsini. Yəni dövlətçilik Dövlətçilik təfəkküründə gürcülərin özlərinin bir çox gürcü əksəriyyəti dövlətçilik təfəkküründə deyil. Pozitiv örnəklərin sayı çoxalmalıdır. Bəli. Onun üçün də biz ümumiyyətlə, yəni görünməliyik. Hətta bir müddət mən belə bir şey də deyim, Sovet dövründə Tiflisdə erməni icması nümayəndələri həm mədəni, həm siyasi şeylərdə daha görünürdü. Və 19-cu əsrdə zətdə də gürcülərlə məsələn əməkdaşlıqları olub və yaxud mübarizələr olub, ya belə bir şeylər, onlar daha görünürdü. Amma həmin sizin kimi vətəndaşların sayəsində, məsələn, ictimai fəalların sayəsində mən deyərdim ki, hal-hazırda erməni icmasından çox bizim Azərbaycanlılar göstərir. Əgər mən kiminlə söhbət edəndə 5-6 adamın adı çəkilirsə, qızda oğlanlı, bu deməkdir ki, artıq bizim icma, ola bilsin ki, bunu xüsusi bir şey görmürük. Amma varıq. O cümlədən, məsələn, biznes sahəsində də olmalıyıq. Elə deyilmi? Yavaş-yavaş. Ona görə yox ki, kimsə tutub deməlisə ki, sən gəl biznesmen ol. Yox. Bu təbii bir proses olmalıdır və buna dövlətin qanunları imkan verməlidir ki, bu adam öz biznesini demək ki, genişlətsin. O da ölkənin büdcəsinə vergilər deməkdir, iş yeri yaratması deməkdir. Yenə də bu ölkənin uğuru və xeyri üçündür, elə deyilmi? Və ondan sonra ikinci məsələ, biz peşəkar olmalıyıq həqiqətən də. Çox peşəkar olmalıyıq. Yəni daimi inkişaf məsələsi. Üçüncü isə cəsarət və bildiklərini danışmaq, inandığını dilə gətirib, yəni gizlənməklə heç bir şey alınansı deyil bu məsələdə. Və təbii ki, indi elə bir proseslər gedir. Bir anlığına təsəvvür edin ki, Gürcü Arzu hökuməti getdi. Bir anlığına belə bir şey təsəvvür edək ki, Gürcü Arzu burada nə kimi dəyişikliklər başlayacaq, elə deyilmi, siyasi proseslər. Və o zaman Gürcü və Azərbaycan dili bilən aktiv və fəal gənclərə həqiqətən də və bircə dildən getmir ki, mütəxəssisi və peşəkarı olduğu bir sahə üzrə gənclərə nə qədər ehtiyac olacaq, elə deyilmi? Və müəyyən bu kataklizmalar olanda bizim icma ki, çəkilir müəyyən ki, mən siyasətə qarışmıram, hökumətlə hökumətli etmək olmaz. Ondan sonra artıq elə bil ki, hər şey paylanandan bunun ortada yeri yoxdur. Çünki iştirak etməyib bunun formalaşmasında. Siz bu ayrı seçkiliyi, irqçiliyi siyasi yolla həll olunmasında görürsünüz.
Gürcüstan gözəl arzusunun məsələ, getməsi çox gözəl və məsələlərə yeni bir dövrün toxundunuz. başlaması olaraq görürsə, amma Gürcüstanın müstəqilliyi periodunda hansı elə bir dönəm olubmu ki, bizə qarşı doğru bir münasibət olubdur? Misal üçün 90-cı illər, mən sadəcə sual verirəm, belə bir fikrim yoxdur, sadəcə olaraq bu müzakirə açmaq üçün bunu deyirəm. Gürcüstan dövləti qurulanda 90-cı illərdə, onsuz siz dediyiniz kimi, yəni dövlətçilik anlayışı ilə qurulmayıb da, Gürcüstan dövləti etnik zəminində gürcülərindir bu dövlət. Stalinizmin yaratdığı milliyyətçi təfəkkürlə olubdu. Çünki harda məsələn dominant qrup var idisə, hər şey onun idi. Məsələn tutalım Ermənistanda tam başda bütün hamısı ermənilər olmalı idi. Azərbaycanda Nərimanovdan sonra Nərimanov döyüşdü bir şeylərdə, amma sonradan artıq Stalin dövründə zətdə bütün azərbaycanlılar oldu sonra bir şeydə. Nərimanov döyüşürdü bu məsələdə. Sonra azərbaycanlılar qoyulmağa başladılar. Məsələn baş katib belə demək olar Azərbaycanın Cəfərov idi, Mirbağır Cəfərov. Ondan sonra bu cür idi. Yəni belə deyirdi ki, birini irəli çəkir, yerdə qalanlar ikinci dərəcəli olurdu bu məsələdə. Bəli. Bu da vətəndaşlıq prinsipinə və dövlətçilik prinsipinə ziddir təbii ki. Gürcüstanın ilk prezidenti Qamsaxurdi. Onun belə bir fikri var idimi ki, Gürcülər, bu Gürcüstan Gürcülərindir? Özü inkar edir bəzi yerlərdə, amma onun adıyla bu çox yayıldı. Sadəcə inkarla mən qane olmuram. Mən o siyasəti dəyərləndirməliyəm. Bəs öyle bir siyasət... Məsələn, o hətta deyib ki, mən Gürcü deyəndə bütün buradakı yaşayan etniklərin hamısını nəzərdə tuturam. Sözdə bu idi, əməldə yox idi o məsələ. Problem bu idi. Əməldə yox idi. Propaganda, təbliğat əksikliyi var Gürcüstanda. Qamsaxurdi misal üçün o sözü desə belə, o sözü xalqa düzgün şəkildə çatdıran təbliğat maşınları yoxdur. Nə o vaxt yox idi, İndi də yoxdur. Nə Mişa vaxtında yox idi, nə də indi yoxdur. Ümumiyyətlə Gürcüstanda vətəndaşları birləşdirəcək, vətəndaş mədəniyyətini formalaşdıracaq bir təbliğat maşını yox, sistemi, nə maşını, nə sistemi. Mən də onu demək istəyirəm ki, Gürcüstan bu qədər müstəqillik dövründə siyasi yolla bu həll olunmayıbdır. Bu dövlətin təməlini belə qurulubdur və belə də davam edir. Yəni siyasi üstü olan bir şeydir. Və bunu siyasətlə siz nətər dəyişdirmək fikrindəsiniz? Ya mümkündürmü sizcə bu siyasəti dəyişdirmək? 2024-cü seçkilərindən sonra belə bir siyasətçi ümumiyyətlə ümidsizliyə qapılmamalıdır, amma elə bil ki, aşağıdan inqilaba ümidimi itirdim. Aşağıdan inqilaba. Burada islahatlar deyək, inqilab demək, islahatlara da ümidimi itirdim də. Məsələn, icma toplanır, deyir ki, filan qanun mənim ziddimədir, bunlar dəyişməlidir. Hökumət deyir, dəyişən deyiləm. Dəyişən deyilsəm, mən də tökülürəm küçələrə, etirazımı edirəm, həm fikirlər tapıram. Təkcə öz icmamdan deyil, məsələn, başqa icmalardan da, məsələn, etnik gürcülərin özündən də tapıram. Deyirəm ki, qardaş, bu hamımıza şamil olur və biz bunu dəyişməyə nail olmalıyıq, oluruq da. Amma bizim ümumiyyətlə Gürcüstan əhalisinin bu susqunluğu, laqeydliyi müəyyən şəkildə məni vadar edir deyim ki, məsələn, Saakashvili dövründə islahatlar necə aparıldı? Yuxarıdan gəlirdi, aşağıdan deyil. Saakashvili durdu, dedi ki, Gürcü ermənilər, Gürcüstan erməniləri demədi də, Kartveli Azərbaycanlı dedi. Sakartvelos Azərbaycanlı demədi. Biz deyirik ki, məsələn, Gürcüstan Azərbaycanlıları deyəndə o nəzərdə tutulmur, o biraz başqa şeydir. Kartveli Azərbaycanlı dedi, Kartveli Somixi dedi. Belə bir məfhum var idi, çünki Kartveli Ebrayeli fenomeni var. Və bu adam bunu götürdü, bu şeyi elə bil ki, paradigmanı və bizlərə də şamil edildi və bu bizə ləzzət elədi. Yəni həm Azərbaycanlıyam, mən öz identikliyimi saxlayıram, həm də eyni zamanda Gürcüyəm, amma siyasi məsələdən gedir söhbət. Bu işləyirdi. Gürcü arzusu hakimiyyəti gələndə birinci bura vurdu. Birinci ora vurdu ki, bu belə olmamalıdır. Yəni sən özünü Gürcü hiss etməməlisən. Və burada kilsə durdu, 3 şey dedi. Yəni Gürcü olaraq anadan olmalısan, Gürcü dilini bilməlisən və xristian olmalısan, amma pravoslav xristian olmalısan. Yəni bu paradigmada nə katolik Gürcü, nə protestant Gürcü, nə müsəlman Gürcü, mən day özümü demirəm. Heç Azərbaycanı erməni demirəm. Azərbaycanlı qutarıb da orada. Ola da bilməz. Bu nə vardı? Bu hiyerarxiya yaradır. Dində də elədir. Birinci pravoslavlar gedir, sonra
tarixi dinlər deyirlər. Bizimkilər də sevinir ki, biz də tarixi dinlik belə bir şey. Amma bu artıq ikinci kateqoriyadır. Bir də qeyri-tarixi dinlər var ki, onları heç qəbul etmək istəmirlər. Onların da hüquqları yenə pozulur. Bu da üçüncü dərəcəliyə keçdi. Dövlət belə olmamalıdır. Yəni elə çıxır ki, müharibə olanda birinci etnik gürcülər getməlidir. Ondan sonra ikinci belə deyil. Ya da vergi yığanda ya məndən çox almalılar, ya az almalılar. Bu da ədalətsizlikdir, elə deyilmi? Vətəndaşlar arasında tənasübü pozur. Bütün bu şeydə. Və vətəndaşlar arasında həmrəylik və tənasüb qorunmursa, o müvazinət durulmursa, yəni bərabər hüquqluluq yoxdursa, orada artıq tarazlıq pozulubsa, orada bütün demək dövlətçiliyin fəlsəfəsi artıq tarumar olur. Amma bu dediyiniz bərabərsiz çox maraqlı və önəmli bir məqama toxundunuz. Bu kilsənin ayrımıdır bu. Bəli. Bu kilsənin ayrımı bunlar da razı dövlətə birbaşa təsir elədi və dövlət bunu qəbul etdi. Bəli, niyə? Burada əgər Gürcüstanda 2 oyunçu var və 3-cü oyunçunu qəbul etmirlər, əzirlər həmişə. Biri hökumətdir, biri kilsə. Bu topu salıblar aralarına, özlərinin arasında oynadırlar da. Bunlar şeydir, yəni. Son zamanları bir zaman mən elə bilirdim və elə bir təəssürat yaradırdı ki, kilsə daha çox təsir edir Gürcü arzusuna. Amma son zamanlarda hökumət və Gürcü arzusu özünün simasını göstərdi və bunların haqqında kompromatlar ortaya çıxdı, yazışmalar, şəxsi həyatları, bütün məsələlər çıxıbdı və görürsən ki, Gürcü arzusunun vəzifəyə getdiyi şəxsin nəsə çepesi olmalıdır, nəsə bir üz qarası olmalıdır ki, asan idarə etsin. Bu da dövləti kökünü baltalayır. Bəs bu Gövdəsini baltalayır. Çünki adamı mən ona görə gətirmirəm ki, bu adam həqiqətən də bu işi bacara bilər, peşəkardır. Ona görə gətirirəm ki, bu adamın belə demək, barmağımı keçirə biləcək bu adamda ilgək var. Və mən bu həmişə əlimdə saxlaya bilərəm və yaxud mənə loyaldır ona görə. Və belə şəkildə dövlət inkişaf etmir, stagnasiya başlayır. Razıyam tamamilə. Elmədinin də cavabını verdiniz bu arada. Elmədin də deyirdi ki, mən nə edeyim ki, məni qəbul eləsinlər. Sən qardaş, dili bilməlisən, qan olaraq Gürcü olmalısan, bir də pravoslav olmalısan. Və başqa bir çarən yoxdur da. Yəni ola bilmərəm. İkisi hasanddır, üçüncüdə ola bilmirsən. Qan, ya da sənədləri bir tərif dəyişməlisən. Ya da ki, genetiki olaraq ləhcəsiz Gürcü öyrənməlisən və yaxud hansısa da bir ləhcəni götürməlisən ki, mən oralıyam. Yox, siz ləhcəsiz danışa bilirsiniz Gürcü dilində, amma yenə də məndə Gürcü dilində ləhcə deyilənə görə. O da heç bir problem yoxdur mənim üçün. Burada da belə bir sual yaranır. Bunu danışdıq. Bəs bu düşüncə ilə Abxaziya ilə Osetiya nətər qaytarmaq fikrindədirlər? Şərhlərdə Rabildən başlayaq, Rabil desin. Məncə o məsələ artıq hamı unutmağa başlayıb. Ümumiyyətlə önümüzdəki illər ərzində nə Abxaziyanın, nə Osetiyanın qayıtmağı düşüncəsi mənə çox uzaqdır. Elə də ki, son periodlarda nəsə bir propaganda gəlir Türkiyə tərəfdən ki, Mesxet türklərin geri qaytarılması mövzusu. O mövzu da mənim üçün çox uzaqdır. Biz bəs döymüş kimi bir də onlar gəlir. Yəni Gürcüstan dövlətçilik prizmasından baxanda, mənim öz dövlətçilik prizmamdan baxanda, Gürcüstan bunların heç biri üçün hazır deyil. İstəyir amma hazır deyilmi, yoxsa istəmədiyi üçünmü hazır deyil qəbulunu? Ümumiyyətlə nə Abxazları mı istəyir, hazır deyil. Mesxet türklərimiz. İstəmir, hazır deyil, belə deyim, hazır deyil deyə istəmir əslində. Niyə? Hazır, amma hazır olmadığının da fərqində deyil. Hazır olsaydı... Amma hazır olsa istəyəcəkmi? Yox. Yox, hazır olsaydı, yenə dəyərləndirərdi ki, görün mənim vətəndaş təbliğatım onlara təsir edə biləcək səviyyədədirmi? Yoxsa Türkiyənin vətəndaş təbliğatı, yox, milliyyətçi, etnik milliyyətçi kimlik təbliğatı mənim vətəndaş təbliğatımdan güclüdürmü? Onu müqayisə eləyib elə bir qərar verərdi. Amma Türkiyənin türkçülük təbliğatının qarşısına qoyacaq heç bir təbliğatı yoxdur Gürcüstanın. O gətirsə özünə problem ödəmiş olacaq. Yəni dövlətin içinə gətirib salacaq. Hansı ki, düşüncə olaraq onlar burada deyil, başqa bir yerdə. Yəni Gürcüstanın Türkiyənin türkçülük təbliğatının qarşısına qoya biləcəyi bir dənə vətəndaş kimliyi, vətəndaşlıq təbliğatı olsaydı, o zaman Gürcüstan oturub düşünərdi ki, görək Türkiyəninki bizimkindən nə qədər güclüdür. Biz Türkiyənin o təbliğatının qarşısını, o təbliğatını qıra biləcək bir təbliğat qoya bilərikmi? Amma ortada heç təbliğat yoxdur.
Eyni şəkildə Abxazlar, eyni şəkildə Osetinlər, Rusların Abxazlara və Osetinlərə elədiyi Təsiri də- təbliğatın qarşısında hansı təbliğat var? Yoxdur. Amma belə bir fərziyyə deyək ki, tutalım 90-cı illərə qədər oradakı Mesxetidəki o qovulan, deportasiya olunan əhali yaşamış olaydı və sonra onlar separatçılığa üz qoyaydılar və torpaqlı zadlı gedəydilər məsələn. Bu gün onlara münasibət necə olardı? Yəni Eyni şəkildə Ayrılsalar torpaqlar- baxır Mən hansı tərəfə düşünürəm, gedir. məsələn, bu gün yəni Gürcə əhalisində, Gürcüstan əhalisində belə bir məsələ var ki, Abxazlar bizim bacılarımız və qardaşlarımızdır, Osetinlər bizim bacı və qardaşlarımızdır və qayıtmalısınız. Elə deyilmi? Niyə? Çünki siz o torpaqda yaşayırsınız, həm də siz də qayıdın ki, torpaq da qayıtsın. Amma əgər bunlar torpaqsız, məsələn, oradan deportasiya olmuş olsaydılar, onların belə qayıtmasını, Abxazların və Osetinlərin qayıtılmasını istəməzdilər. Yəni torpaq istəyirlər, xalq istəmirlər. Belə bir məsələ var. Abxazlar məsələsində Əsas məsələ o idi. Bu paradigma sonra dəyişdi. Sonra başa düşdülər ki, biz düz demirik. Abxaziyanı bircə torpaq kimi qəbul etmişik, amma onun üzərində yaşayan insanlar da var. Okay? Mən vətəndaşımı qaytarmalıyam özümə. Elə deyilmi? bəli. Bunu başa düşdülər və indi başladılar ki, sonra başladı ki, Abxazlar bizim bacı qardaşımızdır. Bu siyasi məsələlər oldu və Rusiyanın fitnə fəsadından sonra məsələn bizim aramızda bu nifaq yarandı və bu bizim aramızda müharibəyə gətirdi. Hətta əslində bizim aramız yox idi orada, ara söhbəti yox idi. Bir millətlik bu cür. Elə deyilmi? Bu cür məsələlər var idi. İndi diqqət məsələ budur. Mən dövlətçi kimi düşünsəydim bu siyasi elita, deyərdim. Sabah məndən Abxaz soruşanda ki, məsələn, etnik azlıqlara münasibət necədir və orada onlar Gürcüstanın qalan ərazisində özünü necə ifadə edə bilir, ümumiyyətlə harda təmsil olunubdur, elə deyilmi? Mən bunu göstərmək üçün həqiqətən də məsələn burada deyərdim, bax, siyasi partiyalar var, alimlər var, danışıqları aparardım, məsələn, tutalım elə deyilmi? Səfirlərimiz var, parlament sədrim var. Heç bir örnək yoxdur. Yoxdur bu örnək. İndi sual versin ki, Abxaz, ağa, mən gələndə, nə olacaq bu işin axırı? Və hanı bə, sənin oradakı yaşayan, məsələn, azlıqlar, qeyri-dominant qruplar ki, deyirsən, bunları vətəndaş gözündə də elə-belə görürsən, texniki məsələdə. Amma bunların nümayəndəsi heç yerdə yoxdur. Nə qarantiyam var və Abxazlar bunu dedi, nə zəmanətin var. Doğrudur. Başdan dillə aldadıb, sonra qanunları sən orada gücü qüvvəyi ələ keçirəndən sonra bunu dəyişən deyilsən. Doğrudur. Elə deyilmi? Razıyam. Baxın, prezident Margvelashvili çıxışında parlamentdə dedi ki, ümid edirəm o gün gələr ki, Gürcüstanın prezidenti Abxaz olar. Amma bu deyimin kənarında belə bir məsələ var idi bu müzakirələrdə. Bir siyasi şey yaratmışdılar, qrup yaratmışdılar. Tədris qrupu idi və bizim Kamran da oradaydı. Onu qrupa da Qiya Xuxaşvili tanınmış demək ekspert rəhbərlik edirdi və o demişdi ki, Georgi prezident demək gedir parlamentə, sizcə nəyə desin, nə danışsın və Kamran bizə müzakirə etmişdi bu məsələdə, gəldi mənə dedi. Mən dedim ki, desin ki, bəli, nə zamansa Abxaz Gürcüstanın prezidenti olacaq deyə. Bu gedib orada səsləndirmişdi bunu. Tam orası yadımda deyil. Mən mi təklif etmişdim, özüm mü getmişdim bu fikrə bilmirəm. Tam o şeydi, üzr istəyirəm əgər yanlışım varsa da. Deməli, orada bu kəlməyi deyəndə demişlər ki, verəğirsə yəni variantı yoxdur, ola bilmir. Özü də bunu kim deyir, kişi? Beynəlxalq əlaqələri oxuyan, diplomat şeydə, yəni üstün bir zəka yolunda olan insanlar belə deyirsə, mən adi rəiyyətdən belə deyək, əvvəla belə şeydə dırnaq arası deyirəm, bölbürəm insanları, vətəndaş təbii ki. Amma yəni ali təhsilli insanın bu cür belə qəbullanmaması varsa da bu çox təhlükəli təfəkkürdür. Amma prezident başa düşdü bu məsələyi və orada dedi, bu belə də olmalıdır əslində. Bu həmişə də tarixin boyu olubdur. Bunu yeni bir şey icad etmirsən. Məsələn, tutalım, kiməsə də vəzifə verməklə onu ta da özünə çəkirsən. Niyə? Qaşına, gözünə metal qaldığın üçün deyil ki, dövlətin maraqlarından irəli gələrək. Bugün bizim dövlətin maraqları nədir? Dövlət parçalanıbdır da, elə deyək, ölkəmiz. İki separatçı bölgəmiz var orada. Biz istəyirik ki, bunu geri qayıtsın, elə deyilmi? Və nə ilə istəyirik? Sülhlə istəyirik. Sülhlə geri qaytarmanın nəyin məsələsi var? Gürcüstanın əsas, yəni yerdə qalan ərazisində sosial rifah, təhlükəsizlik vətəndaşlar arasında həmrəylik və sabitlik məsələsi olmalıdır, elə deyilmi? Ki onda bəlkə gələrlər. Qalxsın desin ki, qardaşım, mən burada durmaqla, acından ölməklə
Mən niyə özümü öldürürəm? Yəni, Bir dənə rasional həyat gəlmişəm. fikirləşib Mən gəlsin. gedim ora. Məsələn, Gürcüstanın Avropa İttifaqına daxil olması bu rifahı gətirirdi. Onlar artıq Abxazlar deyəcək, beynəlxalq səviyyədə mən onsuz da Gürcüstanlı sayırlar. Mən gedib Gürcüstanın Avropa İttifaqı olan mənim pasportunu götürüm, olum Avropa İttifaqı vətəndaşı. Bu gör mənə nə qədər üfüq açır. Mən niyə gəlib burada Rus mənə nə verdi məsələn, elə deyilmi? Amma Gürcü ərazisi hakimiyyəti ona görə Gürcüstanın düşmənidir ki, bütün bu yolları qapayır. Baxın, Elzas və Lotaringiya hansısa da müharibədə Fransa tərəfində qaldı. Almaniyaya şey idi. Məsələn, Strasburg əslində Strasburgdur və o mərkəzinə getsəniz görərsiniz ki, Alman memarlığıdır. Belə qışqırır ki, mənə almanlar tikib buranı. Amma əhalinin özü deyir ki, qardaşım, yox, biz Almaniyanı istəmirik, biz Fransa ilə yaşayacaq. Çünki sosial rifah şeylər daha yüksəkdir burada. Və biz hamısı fransız dilində bilir, alman dilində, Şvab ləhcəsində danışırlar. Gözəl şəkildə. Ondan sonra bazar günləri görərsiniz, kilsə ayinlərindən sonra çıxarlar özlərinin ənənəvi paltarlarında, milli geyimlərində rəqs edərlər. Mən bunun şahidi oldum, ağzıma açıb baxırdım belə bir şeylər. Bizlər ki, təbliğ edirlər ki, güya Avropada ənənə yox, yox, hamısı silib gedibdir. Hər şey özlərinin baxırsan ki, insanlar nə gözəl yaşayır və deyirsən, bəli, mən də burada yaşamalıyam. Adam harda azadlıq var və öz imkanlarını belə demək olar, realizə edə bilər, həyata keçirə bilər, orada xoşbəxtdir və bizdə burada baxırsan ki, yox, əksinə bildiyini də unutdurur və heç bir yol yoxdur bu şeydə. Təbii ki, bu artıq böyük bir zərbədir. Məsələn, nəyə? Həmin bu münaqişələrin sülh yolu ilə həll olunmasına və həqiqətən də könüllü surətdə demək Abxazlar və Osetinlərin Gürcüstana qayıtma məsələsində. Yenə deyirəm, onlar qalxıb bizdən soruşacaq. İndi məsələn məndən soruşsa ki, lələ necə yaşayırsınız orada, hər şey yaxşıdırmı? Mən durub yalan desəm, onu aldatmış oluram. Düzünü də desəm, orada burada da deyəcəklər ki, sən vətən xainisən. Sən niyə? Çünki bunu malalayıb deyə bilmərəm ki, mən həqiqəti deməliyəm, elə deyilmi? Çünki sabah Abxaz yapışacaq yaxamdan ki, məni niyə aldatdın deyə. Güya ki, burada belə bir komik vəziyyətə gəlir. Bu dediyim məsələdə elə kök problem təbliğatdır. Çünki mənim özüm bir Abxazla söhbət eləmişəm. Bir Abxaz özü də ictimai bir qadın idi. Gördüm yazıları falan var. Dedim söhbət edeyim, maraqlanım görüm nədir. Gürcüstana və Gürcülərə qarşı o qədər aqressiv düşüncələrə sahibdir ki, mənə böyük yazılar göndərdi və bütün Abxaziya tarixini sanki mənə danışdı. Mən də yəni belə deyim, onun qarşıma qoyduğu təbliğata qarşı Gürcüstan dövlətçiliyini qoruyacaq bir təbliğatım olmadığına görə sustum. Ümumiyyətlə mən bu ölkədə 5 il məktəbin son 5 ilini 11-ci sinifə qədər Azərbaycanda oxudum. Məktəbin son 5 ili də yəni 6-cı sinifdən 11-ci sinifə qədər olan hissə məktəbdə əsas propagandanı işlədiyi perioddur. Və demək olar ki, Azərbaycanda məktəblərdə dövlət propagandasının nə tərk etdiyini orada öyrənib sonra bura gəldim. Sən son dövrlərdə deyəsən propagandaya çox maraqlısan. Bayaqdan bir 50 dəfə propaganda demirsən. Artıq mən təsir altına düşdüm. Belə deyim, son dövrlərdə Gürcüstanda baş verən bütün proseslərin kökündə propagandanın olmamağını və yan propagandaların bir-birindən çaxnaşmağından görürəm. Bakıdan, Azərbaycandan Marneoliyə gəldim. Marneolidə gördüyüm nədir? Azərbaycan propagandası var. Azərbaycan təşkilatları var. Mitinqlərə çıxırlar, Xocalı hadisəsini yad edirlər, Tiflisdə Azərbaycan himni oxuyurlar. Türkiyə propagandası var. Yunus Emre olsun, televiziyalar olsun, var. Rusiya propagandası belə var. Var. Amma Gürcüstan yoxdur. Marneolidə Gürcüstan yoxdur. 2014-cü ildə bura gəldim. 2025-ci il bitir, hələ də yoxdur. Ondan sonra Tiflisə gəldim. Altda getsin. Ondan Çox sonra gözəl müşahidə. Marneolidə Gürcüstan yoxdur. Ondan sonra Tiflisə gəldim. Tiflisə gələndən sonra gördüm Tiflisdə də demək olar ki, eyni vəziyyətdir. Hə, Azərbaycanla Türkiyə yoxdur. Rusiya var, Avropa var, Amerika var, Gürcüstan yenə yoxdur. Hara baxırsan, biri deyir Avropa, biri deyir Rusiya, ortada bir-birini yeyirlər. Gürcüstan yoxdur.
Həqiqətən dövlət səviyyəsində propaganda yoxdur. Və bu gün hal-hazırda Gürcüstanda misal üçün bir ildir əziyyət çəkirlər, bir ildir etiraz edirlər, amma istədiyin nəticənin olmamasına elə susan təbəqədir təsir edən. Susan təbəqə çoxdur. Və bu susan təbəqə o demək deyil ki, Rusiyanı dəstəkləyir, yaxud Avropanı dəstəkləyir. Bu susan təbəqə olmayan propagandayı gözləyir. Olmayan Gürcüstanı gözləyir. Mənim düşüncəm budur. Hal-hazırda Gürcüstan vətəndaşlığı və belə indi mən demirəm ki, Avropayı da istəmirik, Rusiyayı da istəmirik. Əsas Gürcüstan o düşüncə var və şərhlərdə də görürəm. Rusetista, Amerikist ikisinə də söylürlər. Amma məsələ o deyil. Məsələ hal-hazırda həqiqətən 20 illik periodda Avropanın təbliğatından yoruldular. Təkcə Gürcüstandan getmir söhbət. Almaniya olsun, İtaliya olsun, Amerika olsun, hər yerdə də hal-hazırda o liberal təbliğatın yorğunçuluğu var insanların üstündə. Və qarşıdakı alternativ də Çinlə Rusiya olduğuna görə iki tərəfdə də ortada bir dənə milliyyətçilik yaranır. Gürcüstanda da vətəndaş təbliğatı və vətəndaş milliyyətçiliyi olmadığına görə avtomatik olaraq etnik milliyyətçilik doğur və qalxır yüksəlişdədir hal-hazırda. Problem hal-hazırda Gürcüstanda budur mənim düşüncəmdən və bu propagandanın, bu təbliğatın, vətəndaşçılıq təbliğatının olmamağı Oktay dedi təbii proses. Təbii prosesi əksinə ləngidir. Təbii prosesin olmağı üçün sağlam təbliğat üzərinə qurulmuş sistem olmalıdır. Bəli, belə deyək, bıçaq üzərindən keçdi. Mən istədim ki, bəli, çox baltalayır o. Çünki mənim nəzərimcə, təkcə mənim nəzərim deyil, bu belədir də ki, məsələn, ölkələrin də müəyyən fürsətləri olur nəyəsə da, elə deyilmi? Bir tərəfdə bir təhlükə var, sən bu təhlükə ilə 200 il yaşadın və o sənə öz yaşayış modelini göstərdi və sonra süquta uğrayanda baxdın, gördün ki, dünya bütün hara gedib, sən hardasan və istədin ki, bunu biraz belə demək olar, sürətlə keçəsən bu mərhələni, etapı və çatasan ora. Və indi də adamlar deyir ki, bəli, sən mükəmməl deyilsən, bu standartları tam həyata keçirə bilmədin, amma eybi yoxdur. Buyur yenə gəl. Gəl burada biz daha da kömək edək sənə ki, sən inkişaf edəsən. Və hal-hazırda bu dəqiqə elə Gürcü siyasətçilərinin arasında da budur. Bu anda, bu zamanda Avropa İttifaqı bəli mükəmməl olmasa da, yəni Gürcüstan maraqlarına ən gözəl uyan odur. Amma sabah ola bilsin ki, başqa bir elə bir qurum çıxsın və yaxud bir təşkilat çıxsın ki, Gürcüstanın maraqları həqiqətən də o olmuş olsun. İndi fakt budur. İstər Çin olsun, istər Rusiya olsun, elə deyilmi? Hamısı qərb sivilizasiyasından bəhrələnir, mədəniyyətindən, texnikasından bəhrələnir. Deməli, bizə də lazımdır ki, məsələn, tutalım, 19-cu əsrdə Rusiya ki, işğal etdi bu şeyləri, burada mən müəyyən müsbət şeylər də görürəm. Necə? Azərbaycanlılar əslində o zaman tamamilə şərq xalqı idi, amma Avropa ilə vasitəli də olsa Rusiya vasitəsilə tanış oldular. Və sonra baxın, bütün şərqdə ilk opera burada biz yəni imperiya ilə şeydi. İmperiya daha liberal idi, nəinki şey. Amma bolşevizm dövrü tamamilə bax həmin o liberal düşüncəli, mədəniyyət yaradan təfəkkürləri hamısını güllə baran etdi, sildi aradan və bolşevizm olmasaydı bu gün məsələn Gürcüstan da Azərbaycan da tamamilə əminəm ki, Türkiyədən də qüdrətli bir dövlətlər olacaqdı. Hər halda geri qayıdan deyildi. Baxmayaraq ki, kiçik idilər bu şeylər elə deyilmi? Bax bu məqam var. Və bəy çox gözəl vurğuladı ki, mən məsələn Gürcüstan deyəndə o demək deyil ki, tutalım burada Avropa olmasın ya belə bir şey. Sadəcə dediyim kimi bu biz 200 illik tarixdən hələ canımızı qurtara bilməmişik də. 200 illik tarixdə necə idi? Bircə Rus yaxşı idi. Qalan hamısı pis idi. Rusun özünün təlqin etdiyi şey idi və biz bu paradigmalardan yenə də yaxa qurtara bilməmişik. Misal üçün Koridə Stalinin heykəli var. Var. Yəni Gürcüstanın Gürcüstan üçün nəyin yaxşı olacağını bütün vətəndaşlar eyni şəkildə dərk etməlidir ki, yəni hər bir vətəndaş Gürcüstanın vətəndaşçılıq ideologiyasının nə olduğunu bilməli və bunun üçün mənfi və müsbəti ortaq şəkildə eyni prizmadan görməlidir.
Sadəcə bu birləşdirə bilər Bəli, əhaliyi. bəli. Ortaq məfkura, dövlətçilik məfkurası Doğrudur. yaranmalıdır, amma təbii ki, bərabər hüquqluğa, amma həqiqi bərabər hüquqluğa. Ən son hadisə isə bu Sparda supermarketdə 2 dənə Gürcüstan Azərbaycanlıya qarşı olan fiziki bir xətər. Yəni burada belə bir fikir yarandı ki, yəni biz belə durumlarda kim bizə sahiblənməlidir? Kim bizim yanımızda olmalıdır? Biz kimdən kömək istəməliyik? Qonşu dövlət. Burada Özümüzdən, insan özümüzdən. həqiqətən Gürcüstan cəmiyyətindən. düşünür Bu ki, təbliğat idi bu arada. yəni Propaganda. belə olmadığını bilirik, amma bunu danışmalıyıq, müzakirə eləməliyik. Çünki məncə vaxtında əslində reaksiya göstərməlidir cəmiyyət olaraq. Məncə bu reaksiyayı verə bilmədik. O konuların hamısında da, o məsələlərin hamısında da sinifdə qaldıq. Nətər ki, başqa mövzularda da. Mən bir tərəfdən fikirləşdim ki, bəlkə media özü bunu belə gündəmə gətirməyə çalışır, amma əslində elə bir şey olmadığını düşünürəm. Çünki belə bir hadisələr hər zaman var idi. Sadəcə indi media bunu göstərdiyi üçün bu biraz da olsun müzakirə olunur. Amma yəni insan düşünür ki, yəni kim sənə kömək eləyəcək də burada? Dövlətdən kömək istəyirsən, Bax, dövlət də həmrəylik belə məsələsi eləyir. var dostum. Bir bunda altına xətt çəkim ki, həmrəylik mədəniyyətinin formalaşmasına Gürcü arzusu hakimiyyəti mane olur. Bunu demişəm, yenə də təkrar edirəm. Məsələn, bir dənə yürüşdə o triyadakı var ki, məsələn, yurt, dil, din, onu dəyişdilər, dini orada müzakirə yerində getdi ki, Gürcüstanda başqa-başqa dinlərin nümayəndələri yaşayır. Dini çıxaraq və birlik kəlməsi gəldi. Bu yeni Gürcüstanın doğulmasına, işıq üzü görməsinə dair bir işartı idi. Sadəcə bunu indi söndürməyə başlayırlar. Və yer gələndə Çavçavadze bunu dəyişmişdi. Məsələn, yurt, dil, dinin əvəzinə elə ki Acarıstan qayıtdı Gürcüstana, orada və müsəlman gürcülər fenomeni çıxdı ortaya. Orada dedi ki, yox, nə dil, nə başqa bir şey birləşdirən deyil. Birləşdirən tarixi keçmişdir və tarixi yaddaşdır. Biz hamımız bilirik ki, biz gürcüyük. Burada dinin ortada heç bir məsələsi yoxdur. İndi həmin bu yeni nəsil buna gəlir, bu fikirdədir və mən istəyərdim ki, bizim icmanın nümayəndələri də həmin bu fikrin formalaşmasında olsunlar. Görünsünlər ki, sabah artıq bu yeni formasiya qurulanda onların da artıq oraya bəhrə verdikləri, töhfə verdikləri üçün oradan da müəyyən bir bəhrə alıb götürülməsinə mənəvi haqqı olsun. Bax bu məsələdir. Bəli. İcma nümayəndələrimiz həmin elə o propagandanın kilsə fonda şəkillərini repost edir. O dəhşət idi yəni. Ondan sonra başladı və Marneolda o işləyənlər o şeydə kilsə şəkillərini bizim Azərbaycanlılar orada dil, din, yurt, dil, din bu şeydə. Hətta bəzən səhv Enə Mamuli Sarcumuyba da deyirlər ki, bu da səhvdir. Mamuli Enə Sarcumuyba bu şeydə. Bu da baxıb görürsən ki, bunlar yəni Hansı şəkillər? Mən o məsələ arxa fonlarında kilsə, yox, arxa fonlarında yox, elə kilsə şəkillərini yayıb, yəni bu şeyə qarşı çıxmışdılar. O demək ki, yurt, dil, birlik birlik paradigmasına. Güya gürcülük budur və bu yaxşı indi başa düşürsən onu. Bəs sən sən bu paradigmada heç yoxsan axı. Həmin paylaşdığın paradigmada yoxsan sən. Nəyi paylaşırsan? Onun bir Azərbaycanın paylaşır. Bir Azərbaycanlı kişi. Niyə 6, 7, 8 Azərbaycanlı yox? Orada bunlara da salam olsun buradan. Özlər bilirlər, amma fikirləşsələr yaxşı olar. Ellədikləri hərəkətləri biraz fikirləşsinlər, görün nə arıyorsunuz ümumiyyətlə siz, nə yaşayırsınız. Sonra da Ravil deyir propaganda yoxdur. De buyur. Buyur. Bəli, Dövlətçilik. budur. Amma razıyam ki, ruhdan düşməməliyik. Yaxşı örnəklərimiz olmalıdır və biz hələ də pozitiv fikirləşirik gələcəklə bağlı. Çünki yaxşı örnəklərimiz var həqiqətən. Sadəcə olaraq bəzən belə bir məsələlərdə həmrəy olmayı bacarmalıyıq. Və O doğru artıq reaksiya bizim özümüzün müəyyən şəkildə cahilliyimizdir ki, birləşə bilmirik. Təşəkkürlər bir daha gəldiyiniz üçün. Uzun müddətdir biz seans çəkmirdik və elə sizlə təkrardan Canlanma yaşadıq. Ki sizin o qısa videonuzda bu verilişin çəkilməsində önəmli rol oynadı. Məncə bu roliklarınızı çəkməyə davam edə bilərsiniz. Bəli, qərar vermişəm, görək nə olacaq. Sağ olun.
Təşəkkürlər.